Değerli izləyicilərim, Bakıxanov qəsəbəsində Bakıxanov rezidensin yeni bir layihəsi olan Koroğlu rezidensidir. 2 otaqdan 3 otağa düzəlmə, tam təmirli mənzillə qarşınızdayım. Açığı bu mənzili təqdim etmişəm, səhifədə var. Təkrar təqdim etməyimizin səbəbi mənzil artıq qubçalıdır. Yəni ilk dəfə təqdim edəndə mənzilin qubçası hələ verilməmişdir. Kimin ipotekası ayrılıb, hazırdırsa bu mənzili gəlib baxıb götürə bilər. Allah xeyir versin. Çox gözəl mənzildir dostlar. Bu dayandığım sizə mənzilin zalıdır. 3 metrədən artıq 3 metrə 20 santim. Evin daxili hündürlüyüdür. Döşəməsi parketli, stil sistemi kombidir, bahalı karislidir. Vitraj pəncərə, pəncərəsi mərkəzi olub, ağır rənglərdən istifadə olunub, aboylar ağ. Patolog görürsünüz, dəyərli izləyicilər. Çox gözəl, səliqəli işlənib. Şəxsi təmirdir, dəyərli izləyicilər. Bu evin sahibi şəxsi özü üçün bu evi təmir edib, müəyyən səbəblərə görə satır. Allah xeyir versin, kimin nə işi varsa Allah xeyrini versin. Dostlar, yəni belə deyim də, ev 84 kvadrat. Bura qapıdan giriş hissəsi, belə geniş qol hissəniz var. Müasir üslubda təmir olunub, yəni hər şey nəzərə alınıb. İstif olunan təmin olunubdur. Deməli, koridordur, mətbəxdir, sanuzelin hamısı istif olunan təmin olunub. Evin ümumi aboyların rəngi hamısı ağdır. Bütün otaqlarda ağ rənglərə üstünlük verilib, qapılar ağ, aboylar ağ, dəyərli izləyicilər. Çox gözəl, müasir üslubda təmir işləri görünür. Burada da döşəməsi parketli, evin ümumi döşəməsi parketli. Belə bir hardasa, belə deyim də, 15 kvadrata yaxın ölçülərə sahib yataq otağımız var. Zalın kvadratı, dəyərli izləyicilər, onu da deyim, hardasa 30 kvadrata yaxın zalın ölçüləridir. Burada da kombi sistemidir, qazıdır, hansı heyvan hissəsində yığılır. Yəni, operatorumuz göstərsin. Burada da karisli bağlı pəncərələrdə istifadə olunur. Dostlar, radiatorlar da qoyulur. Küçə düzəlmə hissəsi də çox maraqlıdır, açığı. Koridordan girəndə sağ tərəfdə, haradasa 11-12 kvadrat metr ölçülərə sahib uşaq otağı kimi nəzərdə tutulmuş küçə düzəlmə olan hissəsidir mənzilimizin. Dostlar, mənzil dediyim kimi qubçalıdır, texpasportda da var, ipotekaya da yarayır. Kimin ipotekası ayrılıbsa, hazırdırsa bizə müraciət edə bilər. Burada mənzilin mətbəxtidir, mətbəx hissəsi də istipolla təmin olunub, mətbəx mebeli yığılıb, ağ rəngdə gördüyünüz kimi. Təmir işləri həqiqətən super, əla. Burada da vitraj pəncərədir, mərkəzi terasa baxır. Evin qiyməti də olduqca maraqlıdır, münasibdir. Yəni 84.5 kvadrat, belə deyim də, çox gözəl kvadratı var, genişdir. Görürsünüz, mətbəx geniş, otaqlar geniş, ürək açan, gözəl təmir işləri görülür, kvadrat ki böyük. Qiymət də çox münasib, sanuzelimizdə göstərək, aksesuarlar hamısı quraşdırılıb, istipolla təmin olunub, bahalı aksesuarlar gördüyünüz kimi. Qiyməti, Allah xeyir versin, həqiqətən çox münasibdir. Yəni, kvadratına görə, mərtəbəsi də ki, belə deyim də, 12 mərtəbəli binanın 6-cı mərtəbəsidir. Mərkəzi yolun üstü, Bakıxanov mola da yaxındır, Bakıxanov dəmir yol stansiyasına da yaxındır, 5 dəqiqəlik. Koroğlu metro stansiyasına cəmi 3-4 dəqiqəlik məsafəsi var, dəyərli izləyicilər. Yerləşmə yeri çox əladır, mərkəzi yolun üstü, məhəlləsi çox gözəl düzəldilib, uşaqların əyləncəsi üçün, böyüklərin istirahəti üçün hər bir şərait yaradılıb. Binanın 2 ədəd müasir lift sistemi yeraltı qarajda var. Dostlar, hər bir şərait olan binadır, şəhərə, mərkəzə yaxın yerdə, mərkəzi yolun üstündə inşa olunmuş binadır. Bakıxanov rezidensin Koroğlu rezidens layihəsi. Mənzil qubçalıdır, dediyim kimi, ipotekaya da yarayır, sənədlərdə heç bir problem yoxdur, tam qaydasındadır. Qiymət, dostlar, 230.000 manatla satışa çıxır, Allah xeyir versin. Real alıcı olarsa, ev sahibi ilə qiymətdə razılaşmaq mümkündür. Dostlar, səhifəmizi izləməyi, videolarımızı bəyənməyi, kanalımıza abunə olmağı unutmayın. Sağ olun, var olun.